yəni ortopediya və travmatologiyada son 10 illiklərdə, bir neçə 10 illiklərdə yəni inqilabı deyiləcək bir, yəni belə deyək də, görülən işlərdən biri oynaqların endoprotezləşdirilməsidir. Hansı ki, son 20-30 ilə qədər, bundan qədər bu problemdən əziyyət çəkən insanlar demək olardı, əlil olurdular. Yəni, hərəkət, çözüm yolu yox idi. Dərman təyin edilir, xəstə fayda görmür, dözülməz ağrılar, gecələr belə xəstə ağrıdan yata bilmir, yerində fırlana bilmir, yəni. O dərəcədə ağrılar olur, oynaq ağrıları. Şükür ki, hazırda bunun çözüm yolu tapılıb və daha da inkişaf etdirilməkdədir. Bu, oynaqlarının endoprotezləşdirilməsidir. Yəni, oynaq səthlərinin dəyişdirilir. Hal-hazırda ölkəmizdə daha çox diz və bu çanaq oynağının endoprotezləşməsindən məşğuluq. Amma demək olar, çiyin oynağının, dirsək oynağının, topuq oynağının da endoprotezləşdirilməsindən artıq mümkündür. Bu da bir tərəfdən, yəni o tipdə əlilliyə məhkum edilmiş insanların həyat keyfiyyətində dediyim kimi fantastik bir nəticəyə səbəb olmamıza bizə köməklik edir. Yəni düşünün, yerindən hərəkət edə bilməyən bir insan endoprotez əməliyyatı olur, 2 ay sonra ürək hara istəyir, özü gedib gələ bilir. Və bu cərrahi müalicənin, belə deyək də, bəzən insanlarımız var, mən xəstələrim arasında da görürəm, deyirəm, sizdə artıq elə mərhələdir ki, boş-boşuna dərmana pul xərcləməyin, vaxt itirməyin, özünüzə əziyyət etməyin bir mənası yoxdur. Sizə, məsələn, bu diz oynağının endoprotezləşdirilməsi lazımdır. Onunla normal həyatınıza dönə bilərsiniz. Deyir, doktor, mən istəmirəm, bax, ayağım mənim kəsilsin, mənə ora protez taxılsın. Yəni, məlumatsızlıqdan sanki xəstələr elə düşünürlər ki, endoprotez, ayaq kəsilir, ora protez taxılır, o şəkildə xəstə həyatına davam edir. Tam yanlış bir fikirdir. Biz oynaq içərdən, oynaq səthlərini dəyişdiririk. Yəni, bayır hissədən, çöldən, yəni heç bir şey fərq hiss edilmir, xəstənin öz ayağı olur. Və xəstə, dediyim kimi, normal bütün işlərindən məşğul ola bilir, həyat keyfiyyəti yüksəlir. Xəstənin, belə deyək də, ən önəmli ağrı hissi keçdiyinə görə xəstə həyatdan məmnun olur. Ona görə tamaşaçılarımıza nə deyirik? Çalışıb birinci, ikinci dərəcəli şikayətlərlə müraciət edilsə daha çox faydamız olar. Amma 3-4-ündə əlbəttə ki, belə deyək, həlli var.